Selam. Yeni dersimizin mövzusu melodik sintaktik quruluşlardır. Quruluşlar deyərkən xatırlayırsınızsa biz submotiv, motiv, fraza, cümlələrdən bəhs etmişdik və demişdik ki, bunlar kiçik olduğuna görə bunlara quruluş desək daha düzgün olar. Bölmələr, hissələr daha böyük olur. Melodik sintaktik quruluş yeni quruluş növü deyil. Yəni məsələn fraza kimi, motiv kimi yeni bir şey deyil. Bunu açıqlamamışdan əvvəl bu melodik sintaktik quruluş nədir? Bunu deyim ki, bu dərsimiz bundan əvvəlki dərslərin hansı ki biz nə öyrənmişdik? Cezuraları öyrənmişdik, kadans öyrənmişdik, submotiv, motiv, fraza, cümlələr və s. Bu vaxta qədər öyrəndiklərimizin bir tamamlayıcısıdır, yekunudur. Və həmçinin bundan sonraki dərslərin xüsusilə period mövzusunun öncüsüdür. Yəni perioda giriş xüsusiyyəti daşıyır bu dərsimiz. Mövzumuza qayıdaq. Melodik sintaktik quruluş nədir? Qaydasını deyim və sonra nümunələrlə açıqlayacağım, izah edəcəm. Növləri var, onları da göstərəcəm. Qaydası budur ki, melodik sintaktik quruluş periodun tematik hissələrinin vəznlə ifadə edilən əlaqəsidir. Bir də deyirəm, melodik sintaktik quruluş periodun tematik hissələrinin vəznlə və yaxud xanələrlə. Amma bunu deyim ki, bəzən xanələrlə olmur, xanənin ortasından digər xanənin ortasına olur. Ona görə vəznlə desək daha yaxşı olar. Nümunələrdə göstərəcəm, izah edəcəm. Bitirim cümləni, bir də deyirəm. Melodik sintaktik quruluş periodun tematik hissələrinin vəznlə ifadə edilən əlaqəsidir. 4 növü var. Periodluq birincisidir. Nədir periodluq? Periodluq hələ period demək deyil, tamam mı? Period gələn dərsdən etibarən izah edəcəm. O kiçik quruluşlar ki var idi, biz öyrənmişdik, submotiv, motiv, fraza, bax. Onların dəqiq və ya dəyişilmiş təkrarıdır. Dəyişilmiş deyəndə nəyi nəzərdə tuturuq? Yəni variasiyalıq və ya variantlıq. Ya dəqiq təkrar olur, ya da variasiyalıq, variantlıq. Yadınızdadırsa, musiqinin inkişaf prinsiplərində bunlardan danışmışdıq. Nümunələrə baxaq. Burada periodluq var. Nədir periodluq? Baxın, bu motiv eyni şəkildə bir də təkrar olur. Burada nə görürük? Dəqiq təkrar görürük. Həmçinin bu motivlə bu motiv eynidir. Burada da periodluq var. Eyni şey sol əl üçün də keçərlidir. Bununla bu. Bax, bununla buna periodluq deyilir. Bu bir quruluşdur. Periodluq quruluşu. Burada bir periodluq prinsipi var. Bir quruluş var. Həmçinin bu xanə ilə bu xanə də bunlara da periodluq demək olar. Nəyə görə? Periodluğun əsas xüsusiyyəti nədir? Periodluqda uzunluq eyni olur. Uzunluq deyəndə, yəni, məsələn, baxın, bu bir xanədir, bu da bir xanədir. Ola bilərdi ki, mən sizə nə göstərdim bayaq? Yarım xanə, həmçinin yarım xanə. Yəni, həcmi eyni olacaq, uzunluğu eyni olacaq. Nə götürürük? Submotiv götürürük. Nə götürürüksə, bax, məsələn, indi submotiv götürdük. Digər submotiv də bunun uzunluqda olacaq. Burada nə qədər var? 1 və uzunluğu var. Bir çərəyə bərabərdir bunlar. Ya da motiv götürürüksə, bu 1 və 2 vədir. Deməli, digər motiv də olmalıdır 2 və. Uzunluq eyni olacaq. Fraza götürürüksə, bax 4 və. Deməli, digər fraza da 4 və olmalıdır. Uzunluq eyni olmalıdır. Və ritmik quruluş eyni olmalıdır. Ya da bənzər olmalıdır. Ritmik quruluş nədir? Görürsünüz, burada hamısı 16-lıqdır, burada da 16-lıqdır. İndi başqa nümunələrə baxanda orada ritmik quruluşu mən sizə göstərəcəm. Ritmik eyniliyi, daha doğrusu. Təkrar, bax, burada eyni təkrar gördük, düzdürmü? Motiv arasında, iki motiv arasında. Bu motivlə bu motiv. Mən indi sağ əli göstərəm, yenə deyirəm, sol əldə də eynidir, istəyirsiniz belə göstərəm. Bura ilə bura eynidir, tamamilə eynidir. Amma bu xanə ilə bir digər xanə. Burada notlar dəyişir. Məsələn, dodur, burada lədir, burada mi var, burada fa var. Notlar dəyişə bilər, yenə dəyişkənlik ola bilər. Biz nə dedik? Dəqiq və ya dəyişilmiş təkrarlıq periodluq sayılır. Bu əsərdə demək olar ki, başdan sona bu bizim dediyimiz periodluq var, demək olar ki. Başqa nümunələrə baxaq. Çaykovskidən Kəndlilərin xoru, Yevgeni Onegin operasından. Baxın, bu 1, bu da 2. Tamamilə eynidir burada. Bu periodluqdur. Həmçinin bu xanə ilə bu xanə perioddur. Qulaq asaq istəyirsiniz. Bu bir periodluq. Bax, period demirəm, qarışdırmayaq gələcək dərslərlə. Periodluq. Burada bir motivin təkrarını gördük. Eyni təkrar, dəqiq təkrarını gördük. İkinci təkrar harda var?
Bu qədər sadə bir mövzudur. Başqa nümunələrə baxaq. Adajı, Albinoni'nin Adajısı. Bunun mən vokal hissəsini onsuz da sizə göstərəcəm. Belə göstərim. Qulaq asaq. Gördüyünüz kimi burada da iki fraza, bir fraza ve ikinci fraza. Bunlar tekrarlanır ama dəqiq təkrar değil burada baxın. Notların yüksəklik fərqi var. Burada re'dən başlayır, burada mi'dən başlayır. Notlar fərqlidir. Bu fa diyezdə bitir, bu solda bitir. Amma ritmik təkrarlıq var və uzunluğu da eynidir. Bu iki xanədir, tam iki xanə, bu da tam iki xanədir. Ritmik təkrarlıq nədir? Baxın, çərək, nöqtəli, 8'lik, 16'lıq, nöqtəli 8'lik, 16'lıq, yarım, çərək. Eyni şəkildə bu da. Çərək, nöqtəli 8'lik, 16'lıq, nöqtəli 8'lik, 16'lıq, yarım, çərək. Eyni bu necə qurulubsa, ritmik quruluşu necədirsə, bunun da ritmik quruluşu eynidir. Vəzn də eynidir. Bir bura düşür, bura düşür. Bunda da eyni şəkildə. Dəyişən sadəcə bir sekvensiyallıq var da burada, yəni ton fərqi var. Re'dən başlayır, sonra mi bemoldən başlayır. Davamında da yenə görürük. Baxın, burada da bu motivlə bu motiv, həmçinin bu motiv. Burada da bir periyodluq var, amma periyodluqdan ziyadə burada sintaktik quruluşun başqa növü var. Birazdan gələcəm ona. Biz buranı hələ qarışdırmayaq. Bax, bu ikisi bununla bura. Bura periyodluq sayılır. Ritmik quruluş eynidir, həcm eynidir. Həcm eyni olur və ritmik quruluş da eynidirsə, biz buna periyodluq deyə bilərik. Burada nə var? Motiv var və motivin sekvensiya şəklində dəyişilmiş halda. Demək olar eyni şeydir, sadəcə yenə ton fərqi var. Bu mövzuya birazdan gələcək. Dediyim kimi bunun davamını izah edəcəm. Bu başqa növdür, bu hissə. Başqa nümunəyə baxaq. Bu da yaxşı örnəklərdən biridir. 2 dənə fraza, biri bu, biri də bu. Bir xanə yarım. Bu da həmçinin bir xanə yarımdır. Ritmik quruluş eynidir. Fərq nədir? Dinamik fərq var. Piano, pianissimo. Sezuralardan biz nə demişdik? Baxın, burada bizi nə bölür? Pauza bölür buranı. İki frazanı pauza bölür. Həmçinin dinamik fərq var. Çox olmasa da var. Piano, pianissimo. Əks səda kimidir. Burada periyodluq sayılır. Periyodluq, baxın, burada sol əldə də var. Həmçinin göstərim, periyodluq, periyodluq. Həmçinin bu xanə ilə bu xanə. Burada Mozart'ın avaturkasında. Buradan bura qədər pauzanı da sayaq. 1 və 2 və. Həmçinin 1 və 2 və. Uzunluğu eynidir, ritmik quruluşu eynidir. 16'lıqlar və 8'lik, 16'lıqlar və 8'lik. Bunun davamı da başqadır. Bunu birazdan göstərəcəm sizə. Baxın, burada da var periyodluq. Çünki təkrarlıq var. Bu ikisində. Daha doğrusu bunda, bunu da birazdan deyərəm. Bu ikisində həcm eynidir. Bunlar bir-biri ilə periyodluq əmələ gətirib. Sol əli həmçinin. Burada da görürük. Cüzi fərq var. Burada si ilə sol 8'də əmələ gətirir. O önəmli deyil. Əsas yuxarıdakı melodiyadır. Re çərəkdir. Burada da re çərəkdir. Həmçinin baxın burada. Dəqiq təkrar var. Başqa nümunələrə baxaq. Boşluqlar olmadan dinləyək. Yadımıza salaq hansı əsərdir. İndi bölək. Bu 1. Bu 2. Baxın, bu iki fraza bir-biri ilə periyodluq quruluş əmələ gətirib. Davamına baxaq. Bu nədir? Bunu birazdan deyəcəm. Beethoven sadələşdirilmiş şəkildə 9-cu simfoniyanın finalındakı xor. Bu 1. Bu da 2. Bu iki cümlə aralarında periyodluq əmələ gətirib, hətta periyod əmələ gəlib burada. Gələn dərs buna baxarıq. Burada nə görürük? Variant görürük. Kadensiyaya baxaq. Dominantada bitir. Əsər re majordadır. Do diyez və nə görürük? Mi. Mi, do diyez. Bunlar dominant səslərdir. Və tonikada bitir. Kadans. Tam kadanslı. Burada sual effekti var. Burada da cavab.
Bu əməli başlı perioddur. Həmçinin periodluq var. Bir daha xatırladıram. Motivin, submotivin, frazanın və yaxud cümlələrinin dəqiq və ya dəyişilmiş təkrarı periodluq olur. Bura baxaq. Gözlə görülür zaten, istəyirsiniz dinləməyək. Bax, bununla bu periodluq əmələ gətirib. Bura başqadır. Buranı birazdan deyərəm. Həmçinin burada və burada. Bu xanə ilə bu xanə yenə periodluq əmələ gətirib. Burada da sintaktik quruluş var, amma başqa cürdür. Periodluq deyil. Periodluq hələ birinci növdür, birinci prinsipdir. Təxmin edirəm ki, bu mövzu sizə aydındır, amma daha çox nümunə göstərirəm ki, siz bu dəqiq təkrara və dəyişilmiş təkrarlığa gözünüz öyrəşsin. Çünki bundan sonraki dərslərimizdə bu bizə çox lazım olacaq. Bax, bu təkrarlıq özü də bir cezura növüdür. Təkrar görürük biz. Ona görə rahat şəkildə bölə bilirik. Bu 1, bu 2. Bizə nə kömək eləyir? Təkrarlıq kömək eləyir. Burada uzun pauza yoxdur və yaxud uzun not yoxdur, dinamik işarə fərqi yoxdur və s. Amma təkrarlıq var. Başqa nümunəyə də baxaq. Bu nümunəyə baxaq istəyirsiniz. Tofiq Quliyevin Cəmilənin albomundan Motor piyesi. Burada bu xanə ilə bu xanə periodluq əmələ gətirir. Niyə? Çünki eynidir, birə-bir eynidir. Həmçinin bu xanə ilə bu xanə, burada da periodluq var. Bu iki xanə ilə bu iki xanə də periodluq sayılır. Dəyişilmiş period. Periodluq daha doğrusu. Periodla qarışdırmayaq. Bunlar bir-birləri ilə dəqiq periodluq quruluşunda malikdir. Bu ikisi bir-birləri ilə yenə dəqiq periodluq quruluşuna malikdir. Amma bu iki xanə ilə bu iki xanə dəyişilmiş. Çünki notlar dəyişir. Burada re'dən başlayır bu fraza, bu biri fraza sol bemoldan başlayır. Keman açarındayıq. Burada da var. Bu submotiv ilə bu biri submotiv. Bir-birləri ilə eynidir. Təkrardır, dəqiq təkrardır. Həmçinin bu iki xanə ilə bu bir iki xanə görürsünüz, dəqiq təkrardır. Bir-birini kopyalayır. Qulaq asaq istəyirsiniz. Araya qoşa xətt qoydum, daha yaxşı sezilsin deyə. Buradakı bu stakkatolar, legatolar, aksentlər filan bunlara baxmayın. Əslində burada da var. Bu bir xanələrdə mən qoymamışam. Eynidir, birə-bir eynidir. Bu birinci fraza ilə ikinci fraza. Burada da periodluq var. Məncə yetərlidir bu periodluq. Baxaq o biri növlərə. Yadınıza salıraq, melodik sintaktik quruluşun 4 növü var. Birincisi periodluq idi. Biz ona baxdıq. İkincisi cəmlənmədir. Nədir cəmlənmə? Cəmlənmədə nə baş verir? Submotiv, motiv, fraza və yaxud gələcəkdə baxacağıq cümlələr. Bunlar tam ya da daha uzun quruluşlarda birləşirlər. Cəmlənmə adından məlum olduğu kimi. Deyək ki, birinci fraza iki motivə bölünür, amma ikinci fraza bölünmür. Ya da birinci cümlə iki frazaya bölünür, amma ikinci cümlə bölünmür. O bölünməyən nisbətən uzun quruluş var. O sanki özündən əvvəlkiləri birləşdirir. Və adətən sonlarda olur belə hallar. O kadans üçün səciyyəlidir. Quruluşu tamamlayan kadans üçün. Bax, nümunələrdə göstərim, daha aydın olsun. Qulaq asaq istəyirsiniz. Burada nə görürük? Bax, bu bir motiv. Bu da ikinci motiv. Bunlar bayaq gördüyümüz periodluqdur, düzdürmü? İki dənə eyni motiv, ritmi eynidir, həcmi də eynidir. Notlar dəyişə bilər. Bax, burada fa, sol var, burada fa, mi var, özür istəyirəm. Burada la, sol. Dəyişiklik ola bilər. Bu bir versiyadır, variantlıqdır, bu mümkündür. Amma davamında nə gəlir? Burada neçə dənə vardı? Bax, 1, bu da 2, düzdürmü? Davamında gələn hissə bunları toplayır, birləşdirir. Belə işarələr qoyun, daha aydın olsun. Bu 1, bu 2, burası da cəmlənmə. Gördüyümüz nədir? 2 dənə oxşar motiv var. 1 motiv, 2 motiv və onun ardınca onların uzunluğuna təxminən bərabər, tam bərabər olmaya bilər. Onların uzunluğuna bərabər, amma bölünə bilməyən, cəm halda verilir. Bax, biz bunu bölə bilmirik. Burada bitir, amma davamı var. Biz bunu burada kəsə bilmərik. Yarıda kəsə bilmərik. Bu bölünə bilmir. Bunun bir xüsusiyyəti odur ki, bölünə bilmir. Bax, bunları böldük, sezuralar var. Bilinir ki, bu bir motivdir, bu ikinci motivdir. Bu bölgü olan pauzamız, sezuramız. Buradakı pauza artıq burada yoxdur. Burada bizə bölgü imkanı vermir.
Həmçinin bax sol əldə eyni zamanda dəstək verir uzanmaq üçün. Bölgü vermir. Ona görə biz məcburuq bu bitənə qədər biz bunu uzadaq. Bölünə bilmir bu. Rüxsarə xanımın kitabından nümunələr göstərirəm sizə hal-hazırda. Birazdan başqa nümunələrə də baxacağıq. Bu bizim öz musiqimiz olduğuna görə termini də öz dilimizdə yazdım. Burada iki dənə cümlə görürük. Bura birinci cümlədir. Burada ikinci cümlədir. Biz birinci cümləni iki frazaya bölə bilirik. 1, 2. Hansı ki buna da nə demişdik? Bax, dəqiq quruluş, dəqiq təkrar var. Bu özü periodluqdur. Birinci cümləni ikiyə böldük. Amma ikinci cümləni bölə bilmirik. Texniki olaraq burada bölmək bəziləriniz deyə bilər ki, mümkündür, amma alınmır. Yəni buradakı kimi bax bizə uzun notla sezura vermir. Burada bizim sezuramız yoxdur. Nəyə əsasən bölək? Bu davam tələb edir. İstər-istəməz təbii olaraq davamını eşitmək istəyirik. Burada yox, burada bir duraq var, dayanma yeri var, hiss olunur. Yəni rahat şəkildə bölmək olur. Amma burada bölgü alınmır və davam lazımdır. Nəticədə nə olur? 1, 2. Bu iki hissəyə bölünür, amma bura bölünmür. Bir bütündür. Bunu yenə çəkim istəyirsiniz. Bax, bu 1, bura 1, bura 2. Burada cəmlənib. Yəni, bunların təxminən uzunluğu qədər bura cəmlənib. 4 xanədir. 1 xanə, 2 xanə, 3 xanə, 4 xanə, 1 xanə, 2 xanə, 3 xanə, 4 xanə. Bu bilirsiniz, bunun yerinə sonra ifa olunur. Yuxarıdakı 4 xanəni biz bölmüşdük 2 yerə. Amma aşağıdakı 4 xanəni bölmürük. Bütün olur. Burada da iki cümləmiz var. Qulaq asaq əvvəl. Nə gördük? Birinci cümləmizi biz bərabər şəkildə iki frazaya bölə bilərik. Bax, eyni şəkildə. Yəni, bunlar periodluq əmələ gətirir. Bir fraza, ikinci fraza. Bu bizim birinci cümləmizdir. Bu işarəni qoyun, bölgü daha aydın olsun. Bura qədər 1, bura qədər 2. Amma burada nə baş verir? Baxın, bu 2 xanədir, düzdürmü? Tam 2 xanəni doldurur. Bu da 2 xanəni doldurur. Amma burada biz görürük 2 xanəni doldura bilmir. Bura qədər oxşuyur, bax, eynidir təxminən. Amma davamı artıq biz kəsə bilmirik. Çünki davam bizdən tələb edir. 2 xanəni burada biz dayandırsaq, nə olar? Solda dayanarıq. Solda dayanmaq olmaz axı, çünki melodiya gedir. Legatoya baxın, o da sizə kömək eləyir. Melodiyanın bir axışı var. Bunu buradan kəsmək olmaz. Nəyə əsasən biz bunu burada kəsə bilərik? Burada kəssək yenə olmur. Çünki 2 xanə bölmüşük. Məcburuq burada da 2 xanə götürək. 2 xanə götürəndə burada yarımçıq qalır. Ona görə bitənə qədər davam etmək məcburiyyətindəyik. Bizim 4 xanəmiz bütün hesab olunur. Bax, belə hallara cəmlənmə deyilir. Cəmləyən tərəf hansıdır? İkinci cümlədir. Birinci cümlə böldük, ikinci cümlə cəmləndi. 2 xanə, onların toplamı qədər 4 xanə. Burada bir cəmlənmə var. Başqa nümunəyə baxaq. Bayaq baxdıq bu nümunəyə. Burada periodluq vardı, düzdürmü? 1 motiv, 2 motiv və 2 motivin demək olar ki, cəmi qədər cəmlənmə var burada. 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və görürsünüz, bu ikisinin toplamı qədərdir. Pauzalarla bərabər bura 4 və-yə bərabərdir. Həmçinin bura 4 və-yə bərabərdir. Bax, bura cəmlənmədir. Buna cəmlənmə quruluşu deyirlər. Burada periodluq var, davamında cəmlənmə var. Başqa nümunəyə baxaq. Baxaq bura. Mozart sonata. Hər dəfə adlarını deməyəcəm, bura yazır. Oxuyarsınız. Bu bir cümlədir. 4 xanəli cümlə. Bu bir cümləni 2 frazaya bölmək olar. Bax, bura bir fraza, burada ikinci fraza.
Amma iş orasındadır ki, birinci frazanı iki yerə bölmək olur. Birinci motiv, ikinci motiv, ikisi toplam iki xanətdir. Amma bunun davamını bir bütün halında çalmaq lazımdır. Burası da olur cəmlənmə. İstəyirsiniz qulaq asaq. Bu ikisi təkrar olacaq. Bu xanə ilə bu xanə. İkinci cümlədə daha yaxşı hiss olmuş. İkinci cümləyə də baxaq. Bəli, bura cəmlənmədir. Həmçinin bura cəmlənmədir. Bura. Burada nə var? Periodluq var. 1, 2. Yəni cəmlənmə odur ki, özündən əvvəl bölünən hissələri toplayır. Özündən əvvəl nə bölünmüşdü? Bu frazanı iki motivə bölmüşdük. Bu iki motivin toplamı qədər, yəni iki xanə cəmlənmə var. Burada da həmçinin bir xanə, bir xanə, bir üstə gəl bir eləyir 2. Burada da iki xanə cəmlənmə. Başqa nömrəyə baxaq. Beethovenin Türk marşı. Buna baxmışdıq. Bura periodluğuydu. Baxın, bu periodluğu nə tamamlayır? Cəmlənmə tamamlayır. Burada bölgü apara bilmirik. Ona görə ki, niyə də olsun, yəni fikir yarımçıq qalır. Bunun iki xanəsi bir quruluşdur. Bu ayrı quruluş, bu ayrı quruluş, bunun ikisi bir quruluş. Burada bir cəmlənmə var. Bu iki xanənin toplamı qədər burada cəmlənmə var. Qulaq asaq. Diqqət etdinizsə, buranı tamamladı. Tamamladı deyərkən, burada bir yarım kadans var. Tam kadans yoxdur. Bir cümlədir bu. İki frazaya böldük. Bax, bu bir fraza, bu da ikinci fraza. Birinci fraza iki yerə bölündüyü halda ikinci fraza bölünmədi. Bütün getdi. Davamında da var. Burada da birinci frazanı iki yerə bölə bilirik. Amma ikinci frazanı bölə bilmirik. Davamına da baxaq. Belə cəmlənmələr, dediyim kimi, axırlara yaxın olur. Bir bitkini əmələ gətirmək üçün bir toplama, toparlama məqsəd daşıyır. Christian Petzold menueti. Bir çoxları bunu Baxın əsəri zənn edir, amma Baxın əsəri deyil, Petzoldun əsəridir. Qulaq asaq. Bu bir fraza. Bu da ikinci fraza. Bu isə üçüncü frazadır. Üçüncü fraza nə boydadır? 4 xanə, düzdürmü? Əvvəlki frazalar 2 xanə, 2 xanə. Amma üçüncü frazamız 4 xanə. Burada bir cəmlənmə var. Davamına qulaq asaq, davamında da görəcəyik. Bu bir fraza, ikinci fraza. Bunların toplamı qədər yenə cəmlənmə var. Soruşa bilərsiniz ki, buranı niyə ikiyə bölə bilmirik? Ona görə ki, burada bir sezoramız yoxdur ki, biz bunu bölək. Nəyə əsasən bölək? Ritmik quruluş bununla bu da eynidir. Bu xanə. Yəni hiss olunur ki, bu xanə bu xanələrin, bu iki xanənin davamıdır. Bir də deyirəm, bu xanə bu iki xanənin davamıdır. Yəni bizim burada bölgü aparmamıza bir əsas yoxdur. Bir səbəb yoxdur. Burada var. Yəni biz bu səsi uzada bilərik. Eyni səsdir. Gördünüz? Yəni burada bir sezura hiss olunur. Həmçinin bu xanə ritmi bu xanə ritminə eynidir. Yəni burada təkrarlıq da var. Biz təkrar üçün də nə demişdik? Bu da bir növ sezuradır. Ona görə rahat şəkildə iki frazanı iki xanə deyə bölə bilirik. İki xanə və iki xanə. Bu iki frazalara böldük. Amma üçüncü frazanı iki xanəyə bölə bilmirik. Məcburdur ki, bunun davamı gəlsin, axıra qədər getsin. Buna nə dedik? Cəmlənmə dedik. Bir də var bunun tərsi, bölünmə, parçalanma. O da bunun əksidir. Deməli necə olur? Tam və uzun quruluşdan sonra kiçik quruluşlar əmələ gəlir. Nümunələrə baxaq yenə. Buna qulaq asaq. Gördüyünüz kimi bu iki motiv çox asanlıqla bir-birindən ayrılır. Arada sezura var, təkrarlıq var.
Nədir bu təkrarlıq demişkən? Periodluq. Amma burada eyni şey yoxdur. Bu özü bir bütün sayılır. Bayaqkının cəmlənmənin tam əksidir. Əvvəl bütün gəlir, böyük olan gəlir. Baxın, böyük. Ondan sonra kiçik quruluşlar. Bunun özü iki frazadır. Bu iki xanə birinci frazadır. Bu iki xanə ikinci frazadır. Biz nə etdik? Birinci frazanı bölə bilmədik, amma ikinci frazanı xanə-xanə böldük. Buna deyirlər bölünmə, parçalanma. Başqa bir nümunəyə baxaq. Çaykovskinin valisi. Bu quruluş növü vəzn cəhətdən dəqiq olan mahnılarda olur, nəqarətlərdə olur, tez-tez təsadüf eləyir. Həmçinin rəqslərdə də. Vals görmüşkən istədim deyim, rəqslərdə də buna tez-tez rast gəlirik. Yuxarıdakı da vokal əsərdir. Vokal əsərlərdə də çoxdur belə nümunə. Girişdir, bu heç bunu kiçildirəm. Biz baxırıq bura. Bizi əlaqədar edən hissə buradır. İki cümlə var burada. Aşağıdakı cümləni iki yerə bölmək olur. Bir fraza, iki fraza. Uzunluğu nə qədərdir? 2 xanədir. 2 xanə, 2 xanə. Düzdürmü? Amma yuxarıdakı cümləmizi 2 bərabər frazaya bölə bilmirik. Periodluq burada var. Motivlər var. 1 motiv, 2 motiv. Burada sezuralarımız var. Düzdür. Belə baxanda bölmək olur. 3 hissəyə bölə bilərik. 1 hissə, 2 hissə, 3 hissə. Amma melodik olaraq tək-tək götürəndə bunlarda bir fikir yoxdur. Amma bütün halda bir fikir var. Fikrin bitdiyini hiss etdik. Həmçinin aşağıdakı kimi biz aşağıdakını axı 2 xanəyə böldük. 2 xanə, 2 xanə bərabər böldük. Burada 2 xanə bölə bilmirik. Onda nə olur? Bu motiv belə yarımçıq qalır. Yəni burada bir sezura əmələ gəlmir. Sezuramız harda var? Burada var. Burada var. Çünki bir pauza bölür. Və həmçinin ritmik quruluş təkrarlığı var. Bax, ritmik təkrarlıq var. Burada da ritmik təkrarlıq var. Sadəcə 2 xanə olaraq bölə bilmirik. Və cümlədə fikir burada yekunlaşır. Bizim fikrimiz burada yekunlaşırmı? Qulaq asaq. Qismən hə. Bu bir sözdür. Nəsə deyir, nəfəs alır. Bəli. Buranı rahat şəkildə ikinci cümləni bölə bilirik. Amma yuxarını bölmürük. Yuxarı bütün olur. Bu bütün olan daha sonra kiçildiyinə görə buna bölünmə deyirlər. Bir daha deyirəm, əvvəl böyük gəlir, sonra kiçiklər gəlir. Bax, onda olur bölünmə, parçalanma. Bu nümunəyə kadansı izah eləyəndə göstərmişdim sizə. Baxın, burada var. 1, 2, 3, 4 xanə. Bu bir bütündür. Amma sonra bölünmə hissi olunur. Elə baxar-baxmaz hissi olunur. Çünki bura ayrıdır, bura ayrıdır, frazalar. Bunun özü də bir frazadır. Qulaq asaq. Anna Magdalena baxın, not dəftərindən bir nümunə gördüm. Bura baxaq. Bunun əvvəli 4 xanə bölünmür. Bu bir bütündür. Amma sonrasını parçalamaq olur. Yəni bu birinci cümlədir. Bax, bura qədər bir bütündür. Yəni bu cümləni bölmək üçün bizdə bir gözlə görülən belə aydın sezura yoxdur. Bir bütündür. Başdan başlayıb bura qədər gəlir. Amma ikinci cümləmiz bunu bölmək mümkündür. Burası təkrar quruluşlu olduğuna görə, yəni ritmik olaraq eynidir. Periodluqlar. Amma sonrasına baxırıq, burada artıq ritm dəyişir. 3 çərək, burada çərək və 8-liklər vardı, həmçinin burada. Amma burada 3 çərək və sonra yarım nöqtəli. Ona görə ikinci cümləni 2 frazaya, 1 fraza və 2 frazaya bölmək olar. Buna bənzər bir nümunəni biz burada görmüşdük və onu bölməmişdik. Ona görə ki, bu ritmik quruluş və bunun ritmik quruluşu üçü də eynidir. Yəni burada bölünmə təbii alınmır. Ona görə buradan bura qədər bir bütün hesab eləmişdik. Amma burada tam tərsinədir. Burada artıq ritm dəyişdiyinə görə rahat şəkildə bölürük. Bir fraza, ikinci fraza. Və bunun tamamı da özü bütün bir frazadır. Demək 3 frazamız var. 1,
2, 3. Filmdə deyir, oğlumu axtarırdım, dostumu tapdım. Mən də cəmlənmə axtarırdım, bölünmə tapdım. Periodluq var. 1, 2. İkisinin də ritmik quruluşu eynidir, həcmi də eynidir, uzunluğu da eynidir. Və bu ikisinin toplamı qədər burada bir cəmlənmə var. Qulaq asaq istəyirsiniz. Davamı da eynidir. Davamına da qulaq asaq. 1, 2 və onların toplamı qədər cəmlənmə. Cəmlənməyə yenə nümunə var ki, görünür cəmlənmə daha çoxdur, nəinki bölünmə. Burada bir fraza, burada iki fraza, sonra o iki frazanı bütünləyən bir üçüncü fraza. Onların cəmi qədər. Aşağıda da həmçinin. İndi axıra qədər qulaq asacağıq, mən bölməyəcəm. Dayandırmayacağım. Soruşa bilərsiniz ki, burada ritm dəyişikliyi var. Niyə bölmürük? Bu biri xanədən niyə ayırmırıq? Ona görə ki, fikir yarımçıq qalır. Burada bir axım var. Bu getməlidir. Burada duraksamalar var. Bax, uzun notlarla dayanır. Amma burada durmaq istəmir, axmaq istəyir. Baxmayaraq ki, ritm dəyişir. Burada da həmçinin. Elə hər ritmik quruluş dəyişəndə bu sezuradır demək deyil. Musiqinin özündə qulaq asmaq lazımdır. Melodiyaya getmək istəyir. Buradakı kimi durmur. İlişmir. Gələk sonuncu növə. Sonuncu növümüz nədir? Qapanma ilə parçalanma. Burada mövzu ya da material hər nədirsə, məsələn cümlə. Cümlə daha sonra kiçik quruluşlara bölünür, amma sonra yenidən cəmlənir. Bir daha deyirəm, böyük olur, bölünür, sonra yenidən cəmlənir. Baxın, bu bir misaldır. Bura qədər A, burası B, yəni bu ikisi birlikdə bir fraza. Düzdürmü? Bu da həmçinin A, B. Yəni ikisi birləşir, iki motiv bir fraza əmələ gətirir. Göründüyü kimi iki xanəlik, bunu saymıram, xanə xaricidir. İki xanəlik və iki xanəlik bir saysaq belə, yəni bunun da pauzası var. Saya bilərik. İki xanə və iki xanə bərabərdir. Uzunluğu, ritmik quruluşu da eynidir. Ondan sonra nə baş verir? Bunlar bölünür. Bir xanə, bir xanə. Burada nə qədər idi? İki xanə idi. Sonra bölünür, olur bir xanə. Bir xanə və davamında yenə cəmlənir. İki xanəlik bir toparlanma olur, toplanma. Sol əl notlarını biraz balacalaşdırmışam. Ona görə ki, biz əsasən yuxarısına baxaq, melodiyaya baxaq. İstəyirsiniz qulaq asaq. Dayandırmayacağım, elə başdan bura qədər qulaq asaq. Elə baxanda görsənir bunun burada kiçik hissələrə bölünməyi. Nisbətən uzun fraza. Amma burada bölünmə var və yenə birləşmə. Deyə bilərsiniz yenə ki, buranı niyə buradan bölmürük? Bölə bilərik təbii ki, bu bir motivdir, bu da bir motivdir. Burada bölgü var, düzdür, amma hamısı bir fikir ifadə edir. Bunun hamısı bir fikirdir. Burada da bir fikir var. Təkrarlıq buradan başlayır. Ya da bu pauzanı götürsək, don əvəzinə. Təkrarlıq buradan başlayır. Təkrarlıq. Burada periodluq var. İki xanəni təşkil edir. Amma bunun təkrarı özündən dərhal sonra başlayır. İki xanə çəkmir. Dərhal sonra təkrarı baş verir. Dəqiq təkrar deyil, sekvensiya var. Lədən başlayır, sonra sidən başlayır. Və sonra da cəmlənmə var. Belə. Ümid edirəm bu sintaksis quruluş sizə aydın oldu. Çox önəmli bir söz demək istəyirəm sizə. Göründüyü kimi musiqidə quruluşlar qanuni olaraq, bir qanuna tabe olaraq və nizamlanmış şəkildə təşkil olunur. Ya bölünmə olsun, ya da cəmlənmə olsun, fərqi yoxdur, periodluq olsun. Bir nizam var, bir qanuna tabelik var. Rastgele, başıboş şəkildə heç nə qurulmur. Periodlar mövzusunda buna bənzər halları biz görəcəyik cümlələr arasında. Orada da təkrar quruluşlu olacaq, replizalı olacaq, nə bilim genişlənmə olacaq və s. və s. Yeni dərsdə buluşana qədər. Sağ olun.